Salam hər kəsə. Bu günləri doktorantura imtahanı ilə hazırlaşan tələbələr üçün demək Level 1 Reading Comprehension testinin, oxuyub anlama testinin Level 1-ın Passage 2-sunun izahını verəcəyik. Və mən başlamaq istəyirəm artıq testin izahına. When Tom was a youngster, he cared. Tom cavan olarkən, youngster cavan deməkdir. He cared. Baxırıq ki, bizim burada care. Biz demişik ki, boşluqdan əvvələ sonraya baxmalıyıq. Boşluqdan sonra about var. Boşluqdan əvvəl isə bir feilimiz var. Və baxırıq, görürük ki, he cared. Cared'dən sonra variantlara baxırıq. A lot var, many var, lots of var, a lot of var. Feildən sonra həmişə yadımızda saxlayaq ki, a lot gələr, a lot of gəlməz. A lot of gəlməsi üçün, yəni a lot of özündən sonra isim istəyir. Və bizdə də burada sözünü gəlib. Care about-dur ifadə. Çox narahat olursansa, he cared a lot about money. Passage 2-da bunu ifadə eləyir. A variantı doğru olacaqdır. Many-nin burada yeri yoxdur. Struktur baxımından düz deyil. Lots of da onun kimi. Sonra deyir ki, he received a. O, yəni burada artiklı var. Və biz də bilirik ki, article təkdə olan isimlərlə işlənir və bizim bu A variantımızda prefix cəmdədir. Ona görə A variantını götürmürük. Sonra a week allowance olmaz. Bizim burada həftəlik sözünə görə a week həftə cib xərci olmaz axı, həftəlik cib xərci olar. Məna baxımından week düz deyil, amma weekly doğrudur. Weekly allowance sözü həftəlik cib xərcliyi alırdı valideynlərindən. And started. Və biz bilirik ki, start sözü. Baxırıq, start sözü elə bir sözdür ki, özündən sonra həm feil istəyir, həm də ing istəyir. Yəni ingli feil istəyir. Ing, yəni gerund deməkdir. Burada həm biz ondan sonra started sözündən sonra həm to işlədə bilərik, məstər, həm də ing işlədə bilərik. Baxırıq ki, to-da to-nu qoyublar C variantında to saving, ing ilə getməz. Həm to, həm saving olmur axı, struktur ödəmir. A variantında save-in to-su yoxdur, səhvdir. D variantında be saved. Belə bir strukturda yoxdur. Biz də dedik ki, sözümüz starteddir. Düzdür, boşluqdan əvvəl started-a baxırıq. Started özündən sonra gələn sözü ya to save istəyər, ya da saving istəyər. Variantda da bircə dənə saving sözü olduğuna görə B variantını da götürüb yazırıq 13-cü testin cavabı olaraq. Sonra deyir ki, bu cümləni tərcümə edək. He received a weekly allowance from his parents and started saving it because he wanted to go to college. O həftəlik cib xərcliyi alırdı valideynlərindən və başladı college üçün pul yığmağa. He opened a bank account for which he was paid extra money every month. O əlavə, yəni bank hesabı açdı, hansı ki onun əlavə pullarını həmin o bank hesabına yatırırdı. Və beləliklə buna görə də belə deməli, his savings grew. Onun yəni qazancı artmağa başladı. Qazancı beləliklə ona görə də burada so olacaqdı. While arkan hərkəndi getmir, since bəri getmir, because da çünkidir. Yəni belə olduğu təqdirdə biz burada nə olacaq? So-nu götürəcəyik. Sonra one day Tom bought a lottery ticket and won $1 million. Bir gün Tom loteriya tiketi alır və $1 milyon udur. İndi baxırıq ki, həmin gündən sonra that day var. That day varsa dandan qoymalıyıq biz bura. Before olmur axı. Yəni həmin gündən əvvəl biz yaza bilmərik. Həmin günün haqqında yaza bilmərik və yaxud da təxminən mənası var about-un. Bir də at var. At da getmir burada. From olur. Həmin gündən başlayır onun həyatında everything in his life changed. Hər şey dəyişdi. Sonra deyir ki, instead of əvəzinə. Baxırıq ki, burada A variantında investing var, sərmayə qoymaq. B variantında filling doldurmaq var. Charging məhsul olmaq, məsuliyyət öhdəsinə götürmək. Lending isə borc vermək deməkdir. İndi bu deyir ki, instead of investing the money in stocks and bonds, pulu deyir, nəyə sərmayə qoymaqdan əvəzinə deyir. Tom started wasting money. Pulu boş-boşuna sərf eləməyə başlayır. Yəni biz burada filling getmir, lending getmir, charging getmir. Tərcüməyə uyğun olaraq investing. Investing sərmayə qoymaqdır.
After about a year, bir ildən sonra Tom had nothing left. Tomun heç nəyi yox idi, qalmamışdı. So ona görə də baxın. He. He o neynədir? Burada baxırıq ki, boşluqdan sonra for var. Tried for olmaz. Concerned about da olmaz. Claimed da olmaz. Burada qalır apply for. Apply for müraciət etmək deməkdir. Apply for a credit card. Kredit karta müraciət edir and started charging his everyday. Və həmin gündən başlayır özünün everyday nə xərclərini 18-də baxın, burada yazıb tariffs, expenses, prices, amounts. Prices qiymətlər deməkdir, alınmır. O hər gün başlayır xərclərini, yəni yoxlamağa da, nəzarət etməyə. Bu xərclər sözü də təbii ki, expenses sözüdür də. Bu gedir. Tarif nəyinsə planını, tarifini tutmayıb ki, biz A variantını qoyaq. Amount nəyinsə hesabını, qiymətini yox. Xərclədiyi pulların artıq məsuliyyətini daşımağa başlayır bu adam. As time went on, zaman keçir, Tom got his finance under. Belə vaxt keçir və artıq biz görürük ki, burada under var. Və burada cavablara baxırıq. Decontrol var, deregulation var, standard var, control var. Bir şeyi kontrol altına almaq under control deməkdir. Get under control. Ona görə də burada D variant, A variant olunur, B olunur, C olunur. Under control olacaqdır. Tom got his finance under control, but he hasn't got out of debt until now. O bütün xərcləri kontrol altına alır D variantında. 19'da deyil ki, baxın, amma deyil, amma but he hasn't. Borcdan hələ canını qurtara bilməyib. Got out of. Yəni borclu bitirmək, yəni bunlar hamısı sabit birləşmələrdir. İngilis dilində bunlar hamısını sabit birləşmələri öyrənmək lazımdır. Ona görə də get out of debt until now hələ indiyə qədər borcdan canını qurtara bilməyibdir. Stuck ilişib qalmaqdır. Follow izləməkdir, mənaya uyğun gəlmir. Taken götürməkdir, take sözünü bilirsiniz. Got out of, get out of, nədənsə canını qurtarmaq, borcdan canını qurtarmaq, get out of debt olur. Yaxşı, bu bizim passage 2-nin izahı idi. Gəlin keçək, passage 3-nin izahına keçək və baxırıq görək bu passage 3-miz nədən danışır. Baxırıq. Bunun cavablarını da buradan götürək. Belə. Baxırıq. Most scientists, əksər alimlər agree if olmaz, agree whether olmaz, agree which olmaz. Agree that olar. Yəni ki mənasında. Əksər alimlər yəni razılaşır ki, kometlər are the biggest natural threat to human existence. İnsan varlığı üçün böyük təbii fəlakətdir bu kometalar. It was probably a large comet. Baxın, it was probably a large comet. Baxın, clashing var, hitting var, colliding var, smashing var. Yəni, it was a probably large comet collide with the Earth which wiped out the dinosaurs many years ago. Yəni, yer kürəsinə partlayış törətmiş, ola bilsin ki, o ən böyük komet olub ki, yer kürəsində partlayış törədib, yəni toqquşmaq kolay. Hansı ki, wiped out dinosaurs many years. Wiped out nəslini tükətmək deməkdir. Dinozorların 1000 il bundan qabaq, çox il bundan qabaq nəslini tükədibdir. Və burada gördük ki, wiped out nəslini tükətmək, dinozorların illər öncə nəslini tükətib və collide isə toqquşmaqdır və biz burada gəldik, çıxdıq, yenə 23-cü testə baxırıq. 23-də cavablara baxırıq ki, təpiklə vurmaq, struck var, fail düşmək, defeat var, müdafiə etmək, struck da yenə dəymək, nəyəsə toxunmaq deməkdir. An enormous object struck the Yucatan region of Mexico with a force of 100 megatons. Deyir ki, böyük bir obyekt struck,
Yucatan vilayətinin, Meksikanın Yucatan vilayətinə düşür. Yəni toqquşu deyil, düşür və hansı gücdə? 100 meqaton gücündə düşür. Burada C variantı gələcəkdir, struck. Tik təpik vurmaz, düşər də, fell olmaz, göydən aşağı düşmək. Bu struck zərbə ilə enmək deməkdir də. Defeat də müdafiə eləmək olmur axı. Sonra gəlirik, keçirik. Burada that is the equivalent of Hiroshima bomb every alive person. Bu deyir ki, hər bir canlı üçün bu Hiroşima bombasının partlaması qədər ona bənzər bir şey idi. Bu nə vaxtsa bu kometanın yer üzərindən düşməsindən danışır. Bu söhbət, bu mətnin söhbəti ondandır. According to scientists, any comet, according to scientists, yəni alimlərə görə, any comet, yəni hansısa bir komet, burada baxırıq hamısı, zəm bağlayıcımız var. Və zəm bağlayıcısından əvvəl biz qoymalıyıq biz müqayisə dərəcəsini. Sifətin müqayisə dərəcəsini qoyuruq, amma indi mənaya baxırıq. Bilirik ki, burada hamısı greater-dir, faster-dir, slower-dir, stronger-dir. Hamısı müqayisə dərəcəsidir. Greater daha böyük deməkdir, faster daha sürətli, slower daha asta, stronger daha güclü. İndi biz bu kometanın böyüklüyündən danışırıqsa, özü diametrinin böyüklüyünü verirsə, biz də təbii ki, A-nı götürəcəyik də. Deyir ki, bu kometanın 20 kilometr diametrdə böyük idi. Böyük sözünü götürdük. Böyük idi, hansı ki, böyük idi ki, bu yer kürəsinə yəni toxunub dəyibdir. Hits the earth will result in the complete. İndi gəldik bura 25-də. 25-ə baxırıq, görürük ki, burada what olmaz, where olmaz, why da olmaz. Why nə üçün deməkdir, where haradır. Diameter zət olmalıdır da. Zət olanda da B variantını götürürük. Sonra the complete, indi gəldik burada 26-nın əvvəlinə baxırıq. The complete tamamilə nə? Of complex life, mürəkkəb həyatın tamamilə nəyinə səbəb olubdur? Əgər göydən yekə bir kometa yer üzərinə düşürsə, təbii ki, bu məhvə səbəb olacaq da. Restoration yenidən bərpa eləmək deməkdir, xeyr. Recovery bərpa olmaq deməkdir, xeyr. Preservation qorumaq deməkdir. Elə bu A-dır, C-dir, D variantı müsbət fikirdir. Bizə mənfi fikirli bir şey lazımdır. O da destruction olur. Destruction nədir? Məhv olmağa. Həmin bu kometa yer kürəsinə düşür və neyiniyir? Məhv eləyir. Mürəkkəb həyatı məhv eləyir, including all animals and most plants. Bura daxildir bütün heyvanlar, bitkilərin əksəriyyətini məhv eləyir. Even as much smaller asteroid can, hətta deyir, balaca deyir, asteroid belə neyiniyir? Böyük, great damage, böyük fəlakətə səbəb olur, zərərə səbəb olur. Səbəb olmaq sözünü buradan axtarırıq. Görürük ki, cause sözüdür. Burada result nəticədir, remove nəyisə silməkdir, play over, yəni bu da silib aparmaq deməkdir. Səbəb olur da, səbəb olur, balaca deyir bir asteroid belə böyük zərərə səbəb olur. Sonra gəldik Earth. 28-ci tapşırığımız burada bizə nəyi deyir? Bizə burada zamanı soruşur. Və biz görürük ki, Earth yer kürəsi deməkdir, təkdədir. Və biz bundan sonra gələn feili üçüncü şəxsin təkində götürməliyik. C variantına baxıram, burada had been kept var. Had been kept keçmiş zamandan da əvvəl baş verən hərəkətləri bildirir. Sanki bu quyunun dibidir də, yəni bu zaman olaraq ən keçmişdən də o tərəfə olan bir zamandır. Ona görə biz bunu götürə bilmirik, D variantında götürmürük. B variantını niyə götürmürəm? Əvvəlcə də dedim ki, Earth sözü təkdir. Tək oldusa, biz bura has götürməliyik də, has been kept. The Earth has been kept for the last 65 million years. Yer kürəsi son 65 milyon il ərzində, yəni qorunub saxlanılıb. Nəyin sayəsində? By complete failure, uğursuzluq sayəsində olmaz. By dreadful fate, yəni qəmgin, bədbəxt taleyi sayəsində. Biz yaxşı bir şey fikir seçməliyik də. Baxın,
A-dır, C-dir, yaxşı, müsbət fikir deyil də. Sonra burada B variantında deyir ki, by lack of luck, yəni şansın çatışmamazlığı sayəsində bu da deyil. Amma by good fortune xoşbəxtlikdən mənasında, xoşbəxtlikdən yer kürəsi 65 milyon il qorunub saxlana bilib. Sonra gəlirik 30-cu testə. The sun with its stable circular orbit is said. Baxırıq is said. Is said nə deməkdir? Məchul növdür. Deyilir ki, yer kürəsi stabil dairəvi orbiti sayəsində neyniyib? Is said-dən sonra təbii ki, biz bura məsdər qoymalıyıq. Elə A variantıdır, scattered. Is said to scatter away most of dangerous comets which might cross the Earth's orbit. Yer kürəsi orbitinin kəsən çox deyil təhlükəli kometlərdən yer kürəsi Günəş onların stabil, yəni ki, dairəvi orbiti onu qoruyub. Yer kürəsini təhlükəli kometalardan qoruyub. Baxın, is-said-dirsə, biz bura təbii ki, məsdər qoymalıyıq. Elə A variantı da burada doğru olur.